düşün, bil ki sənindir bu vətən. Sabahın, həm bugünün, həm dünənindir bu vətən. Sənin öz dövlətin, öz millətin, öz cəddin var. Vətən uğrunda ölənlər ölümündən doğar. Biz vətən məcmunu, el eşqi, sülh əskəri. Biz vətən namini ölsək, dirilərdən diriyik. Mənim öz ulduzumu bağrıma basmış dalım. Gecə önlər, yönü bayraqdakı üç rəngdən alım. Sən gül bayrağının altında məzarımca yaşa. Qoyma düşmən nəfəsindən ona çirkab bulaşa. Sənin öz bayrağının kölgəsi cənnətdir sənə. Günəş hər gün doğur, ancaq içimizdən vətənə. Sənin haqqındır azadlıq, sənin eşqindir iman. Tapmaq haqqa və insanlığa haqdan doğar. Bəşərin dərdini öz dərdi bilir millətimiz. Bizim öz niyyətimizdən olur hürriyyətimiz. Gecələr yatmazdan əvvəl sor özündən ki, mən bugün nə etdim məni yurdaş edən yurdum üçün. Ana şeiri, nə tezəllərini üzdün dünyadan, babanı tək qoyub hara gedirsən, necə yox olarmış insan bir anda, elə bir dünyada heç yox imişsən. Günəş qürub edir, otaq qaradır, bir anda yox oldun sən xəyal kimi. İndi düşünürəm səndən nə qaldı? Könlümdə xatirə qara xal kimi. Məni boya başa yetirdin ama bizə borcun idi hər zaman sənin. Məni dünyaya getirdin ama mən sənə yola saldım səni dünyada. Azərbaycan, adın oddur, sözün işıq, özün işıq. Biz də bu müqəddəs torpağından boyatmışıq. Sənsən bizim məsləyimiz, amalımız, yolumuza işıq saçan ulduzumuz, hilalımız. Nəfəsimiz Ulu Qorqud dədəmizin öz nəfəsi. Mahnımızda yaşar bizim babaların addım səsi. Bu torpaqda, bu diyarda dünən vardı, bugün varıq. Biz keçmişə güvəndikcə gələcəyə addımlarıq. Vətən bizsiz də keçinər, biz keçinmərik vətənsiz. Bu məzamla boyatmışıq çənli bellər üstündə biz. Şəhidlərin qanı ilə yoğrulubdur torpağımız. Qəlbimizdə dalğalanır müqəddəs torpağımız. Qardaşlıqdır şüarımız, biz həmişə əl tutanıq. Düşmən bizə əl uzatsa, düşmənliyi unudanıq. Könlümüzdə bir vahiddir güneyimiz, quzeyimiz. Vətən bizim namusumuz, biz vətənik, vətən də biz. Ürək oddur daim yana, od püskürə alovlana. Od vermirsə qəlbə cana, demək o heç ürək deyil, o heç mənə gərək deyil. Əgər ki sevinib gülmür, döyüntüsün heç kim bilmir, çırpıntısı eşidilmir, demək o heç ürək deyil, o heç mənə gərək deyil. Vətən üçün lazım gəlsə, polad kimi gərilməsə, torpağına sərilməsə, demək o heç ürək deyil, o heç mənə gərək deyil. Nə eləyirəm o ürəyi, yox arzusu bir diləyi, bacarmırsa o sevməyi, demək o heç ürək deyil, o heç mənə gərək deyil. Bayraq, torpağın üstünə kölgələr salan, mənim varlığımın cilası bayraq. Zəfərdən doğulmuş, Göytükdən qalan, qurbaşlı bayrağın balası bayraq. Üçrəngli bayrağın kölgəsində mən qaraca torpağı vətən görmüşəm. Zəfər güllərini dördü qədimdən bayraq işığında bitən görmüşəm. Bayraq mənliyimdir, bayraq kimliyim, bayraq öz yurduma, öz hakimliyim. Harada əcdadımın ayaq izi var, bu zəfər bayrağım ora dikəlsin. Keçdiyi yerlərdə dağlar, yamaçlar onun huzuruna salama gəlsin. Tarixdən qədimdir zamandan qoca, mənim bayrağıma sancılan hilal, aləmə nur saçdı tarix boyunca məbədlər başına tac olan hilal. Daim ucalasan savaş günündə, əskər silahı ilə səni tən görün. Yalnız zəfər çalan şəhid önündə səni alqış üçün baş əyən görün. Vətən gülləsinə qurban gedərkən, gözünü sabaha dikdi şəhidlər. Üç rəngli bayrağı öz qanlarıyla, gözünü sabaha dikdi şəhidlər. Zalım öyünməsin zülümləri ilə, min bir böhtanı ilə, min bir şəri ilə, həqiqət uğrunda ölümləri ilə, ölümü kamına çəkdi şəhidlər. O şənbə gecəsi, o qətil günü, mümkünə döndərdi çox namümkünü. Xalqın qəlbindəki qorxu mülkünü, o gecə dağıdıb söktü şəhidlər. Tarixi yaşatdıq diləyimizdə, bir yumruğa döndük, o gecə biz də yıxıb köləliyi ürəyimizdə, cəsarət mülkünü tikdi şəhidlər. Bugün biz böyük klassiklərimizin banisi, bugünümüzün, sabahımızın, gələcəyimizin şairi, azadlıq carçısı Bəxtiyar Vahabzadənin günəş kimi parlaq ışığına yığışmışıq.
Bəxtiyar Vahabzadə 16 avqust 1925-ci ildə Şəki şəhərində fəhlə ailəsindən anadan oldu. Mahmud Vahabzadənin həyat yoldaşı 1905-ci ildə hadisələri zamanında yetim qalmış Barteşin alan erməni qızı olur. Daha sonra Şəkidə Allahverdi adına bir nəfərin himayəsində Gülzar adı ilə böyüyür. Mahmud Vahabzadə ilə Gülzar Allahverdi qızı evlənirlər. Onların uşaqları olmağından Bəxtiyarı övladlığa götürürlər. 1934-cü ildə Bəxtiyar Vahabzadənin ailəsi Bakıya köçür. Burada orta məktəbi bitirdikdən sonra Azərbaycan Dillər Universitetində Filologiya fakültəsində təhsil alır. Filologiya elmləri doktoru alimlik dərəcəsini alıb, ədəbiyyatın incəliklərinə yiyələnmişdir. Bəxtiyar Vahabzadənin ilk şeiri 1943-cü ildə nəşr edilmişdir. Onun yaradıcılığı müxtəlif janrlar və mövzularla zəngindir. Onun əsərlərində milli özünə dərk, azadlıq, sevgi, fəlsəfə və insanlıq mövzularının üstünlük təşkil edir. Bəxtiyar Vahabzadə zəngin ədəbi irs qoyub getmişdir. Onun əsərləri bu gün də xalqımızın mənəvi xəzinəsi kimi dəyərləndirilir və gələcək nəsillər üçün yol göstərici olaraq qalır.